Dua əzəmətli ibadətdir. Bunu Allahdan qeyrisinə yönətmək hansı şirkdir? Böyük şirkdir. Və bəzən insanlar deyir ki, yəni siz nə üçün bu məsələdə o qədər şiddətli yanaşırsınız? Nə problem var ki? Deməli, problem burada böyükdür. O baxımdan ki, alimlər yenə buyurur ki, dua ibadətinin içərisində, duanın içərisində tövhidin 3 qismi də var. Duanın içərisində tövhidin 3 qismi, həm rububiyyət, uluhiyyət və həmçinin əsma və ad və sifətlər tövhidi də vardır. Deməli, birinci, yəni biz, məsələn, hətta görsən məsciddə, görsən iki insan yanaşı oturub və aşağı səsindən dua edir, hətta görsən sənin etdiyin duanı yoldaşın yanında oturan eşitmir. Deməli, sən o deməkdir ki, sən etiqad edirsən ki, Allah Teala sənin səsini eşidir. Elə deyilmi? Və ona görə Allah'a çağırsan. Əgər bunu etiqad etsən, Allah'a çağırmazsın. Və sonra Allahdan hər hansı bir ehtiyacını istəyirsən, ruzi istəyirsən, evlad istəyirsən, şəfa istəyirsən və həmçinin etiqad edirsən ki, Allah Teala bunu verməyə qadir və ona görə Rəbbindən sən bunu istəyirsən. Və həmçinin insan burada yəni dua etdiyi zaman, yəni yalvarıb yaxarması və həmçinin özünün, yəni zəlilliyini izhar etməsi Rəbbinin qarşısında, öz acizliyini, bu da uluhiyyət tövhididir. Deməli, birincisi, bu aşağı səslə çağırması, deməli, ad və sifətlər tövhididir. Və həmçinin hər hansı bir ehtiyac istədiyi zaman ehtiyacı verəcəyini qadir olduğunu etiqad etməsi bu rububiyyət tövhididir. Və bir də ki, o halı, o yalvarması hansı tövhiddir? Uluhiyyət tövhididir. Yəni, gəlin deyib, baxaq, əgər bir insan ki, bunu Allahdan qeyrisinə yönəldirsə, bunu Allahdan qeyrisinə, ya Ali, ya Hüseyin, ya Rasulallah, ya Bədəvi, ya Abdülqadir Gilani və həmçin fikir versəz, yəni insanlar var, birisi Azərbaycanda, birisi digər yerdə, Amerikada, İranda, digər müxtəlif, yəni dünyanın müxtəlif yerlərində çağırırlar. Onlar da aşağı səslə çağırırlar. Və həmçinin ortaya nə çıxır? Onlar da etiqad edirlər ki, onların çağırdığı o məxluq, o insan kimliyindən asılı olmayaraq, yəni onları eşidir. Eşitməsə çağırmaz, elə deyilmi? İndi də sual ortaya çıxır ki, hər yerdə hər səsi eşitmək kimin xüsusiyyətidir? Allah Teala'nın xüsusiyyətidir. Deməli, artıq yəni, məxluqu çağıran insan o məxluqu kimə bərabər tutmuşdur? Allaha ad və sifətlər məsələsində, tövhidində. Sonra əgər ondan ruzi istəyirsə, evlad istəyirsə, artıq yəni etiqad edir ki, filan kəs, demək, evlad verməyə qadirdir, ruzi verməyə qadirdir. Deməli, rububiyyət tövhidində nə etmişdir artıq? Allaha şərik qoşmuşdur filan kəsi, məxluqu. Və bundan sonra uluhiyyət məsələsində bəzi insanlar daha dəhşətdir. Görürsən ki, qəbrin yanında yəni elə bir zəlil görkəm alır ki, halbuki o insan yəni namazda Rəbbinin qarşısında yəni o formada zəlil görkəm almır. Məxluqun yanında isə o cür zəlil olur. Deməli, ona çox dəhşətli məsələdir. Yəni, duada insan onun duanı Allahdan qeyrisinə yönətmək, xüsusən də o şeylərdə ki, ona Allahdan qeyrisi qadir deyil. O birisi məxluqdan demək, istəmək olar. Hansı şərtlərlə? 4 şərtlə. Deməli, biz burada bu dəlillər hansına aiddir? O şeylərə ki, ona Allahdan qeyrisi qadir deyil. Onu Allahdan qeyrisinə istəmək artıq böyük şirkdir və burada bu cür dəhşətli bəlalar ortaya çıxır.